Say və tell fe'llərinin fərqi. Say sadəcə deməkdir. Sadəcə demək. Tell isə tell kiməsə deməkdir. Yəni say zamanı say'dən sonra insan gəlmir. Tell'dən sonra isə insan mütləq gəlməlidir. Nümunə deyək, məsələn, o dedi ki, yorğundur. He said he is tired. He is tired. O dedi ki, yorğundur. Amma deyir ki, o mənə həqiqət dedi. He told, keçmiş zaman told me the truth. Burada he sizi çaşdırmasın. Burada he said he is tired. O dedi ki, yorğunam. Özünü nəzərdə tutur. Amma burada isə he told me the truth. O mənə dedi ki, mənə, me. Burada me mənə, başqa şəxsə deyir. Ona görə told işlənir. Tell işlənir yəni. Tell'in keçmiş versiyası. Bu qədər.